Demek bugün həcm vaxtlarını keçirik. Həcm vaxtları və paralelepipedin həcmi, silindrin həcmi. Lap yaxşı, qulaqsaq. Demək, əvvəl biz kiçikdən başlayaq, böyükdən başlayaq. Metr. Biz uzunluq vaxtlarını çəkdik, sağ vaxtlarını çəkdik də. Metr. Metrdən sonra nə gəlirdi? Desimetri. Həcm isə kubla olur. Desimetrin kubu, santimetrin kubu, millimetrin kubu. Diqqətlə baxın. Əgər biz buna doğru keçiriksə, oxşarısına baxın. Yəni mina buraxır. 1 metr neçə desimetrdir? 1 metr neçə desimetrdir? 10 desimetrdir. Kub olduğuna görə vur min olacaq. Eyni qaydayla vur min. Eyni qaydayla vur min. Tərsinə keçəndə isə böl min olacaq. Yəni vur sıfırdan mində 1. Eyni qaydayla vur sıfırdan mində 1. Vur sıfırdan mində 1. Yadda saxlayın. 1 desimetrin kubu 1 litrdir. Litr özü də ölçü vaxtdır. Yəni eni uzunluğu, hündürlüyü 1 desimetr olan bir qab 1 litr su tutursa 1 litr su tutacaq daha doğrusu. Düzdür? Məsələn 0,2 metrin kubu. 0,2 metrin kubu. Nə qədərdir bu? Minə vuracaq. Yəni 200 desimetrin kubu olacaq. 1 desimetr kubu 1 litr idadır. Yəni 200 litr deyə bilər. Aydındır? Nə qədərdir? 200 litrdir. 1 metrin kubu, yəni hündürlüyü 1 metr, eni 1 metr, uzunluq 1 metr. Nə qədər su tutacaq? 1 metrin kubu 1000 desimetrin kubudur. Yəni 1000 litrdir. Yatdaqlar? Aydın oldu? İndi isə mən nə izah etmək istəyirəm? Bu nədir? Bu eni uzunluq bərabər olsa kubdur. Bura A deyək, bura B deyək, bura C deyək. Qulaq asaq, səbirli olaq. Əvvəl biz qısa bir cümlasları ilə gəl danışsın, gör. Necəsə, diqqətlə otur, qulaq as. Narahatçılıq olur. Diqqətlə qulaq asaq, uşaqlar. Bu oturacağın perimetri nə qədər? Yəni düzgüzarlığın perimetri necə tapılır? Heç sıfır deyəcəm buna. A perimetridir. A plus B vur neçə deyək? 2'dir. Sahəsi necə tapılır? A vur B. İndi qulaq asaq. Ümumi anlayışları yana salaq. S-yanı tapanda perimetrin, oturacağı perimetrin vuracaq hündürlüyə. S-yanı tapanda S-yanla nə qədər oturacağı var bu? 2 də oturacağı var. 2 S oturacağı toplayacağım. Həcmi isə tapanda S oturacağı vuracağım hündürlüyə. Bunları ümumi olaraq izah eləmişdim. O bu dəfə detallı izah edəcəm. İndi qulaq asın. Bəs ABC ilə necə taparıq bunu? Başlayaq birinci. S-yan. Oturacağın perimetri nədir? A plus B vur 2'dir. Düzdür? A üstə gəldi vur 2. Hündürlüyü nədir? C. Hündürlüyü C. Vur C. Bunu da açanda 2AC 2BC S-yanı düzdürüb belə olur. Bəs S-tam nə olur? Bayaqlar dedik ki S-tam S-yan nədir? 2AC 2BC plus 2 S oturacaq. S oturacaq nədir? A vur B. 2A vur B. Buna da S-tam deyirlər. Düzgüzarlıq parametridir. S-yanı bu da nədir? S-tamdır. Bəs həcmi necə tapılır? Oturacağın sahəsi nədir? A vur B. A vur B. Vurulsun hündürlüyü. Hündürlüyü nədir? C. Vurulsun C. İndi 10-cu 11-ci siniflər oturacağın diaqramını tapa bilərlər, kubun parametrinin diaqramını tapa bilərlər, ona keçmirəm. Bu da həcm
mütərizə tərəf A bərabərdir, B bərabər C. Yəni bütün tərəfləri bir-birinə bərabər oluyor. Bütün tillər bir-birinə bərabər olsun. Onda kubun yan səthi. Əvvəl gəl biz oturacağına baxaq. Oturacaq bir kvadrat olardı. Olardı A kvadrat. Perimetr olardı 4A. Esyan mı olardı? Esyan deyəndə yan tərəfləri nəzərdə tutulur. Bir yan tərəfin sahəsi A kvadratdır. 4 tane yan tərəfi var. Nə olacaq? 4A kvadrat. 4A kvadrat. Diqqətlə qulaq asaq. Tam səthi nə olacaq? 4 tane yanı var, 2 də oturacaqlar. Nə olacaq? 6 A-nın kvadratı. Həcmi nə olacaq? Həcmi də olacaq A-nın diqqətlə qulaq asaq. Əgər kubun tərəfi A bərabər 5-dirsə, yan səthi neçə olar? 4 0 25, yəni 100 olar. Estam neçə olar? 6 vur 25, 150 olar. 150, məsələn, santimetrdə santimetrin kvadratı olacaq. Santimetrin kvadratı. Həcmi neçə olacaq? 125 santimetrin nəyi? Kubu. Həcmin vahidi santimetr kubu. Aydındır, kvadrat demək olmaz. Bu paralelipiped, bu da kubun esyanı, estamı həcmi. İndi gələk silindir. Silindir nədir? Silindir figurun öz oxu ətrafında fırlanmasından alınan nədir? Fəza figurudur. Bura A deyək, bura B deyək, bura C deyək, burada D deyək, bura R deyək, burada H deyək. İndi qulaq asaq. Eyni qayda alaq. Gəlin, oturacağın uzunluğunu tapaq. Uzunluq, yəni bunun perimetrini tapaq. Bu uzunluğu olacaq. Yəni, elə deyək də, perimetr olacaq 2 pi R. Sahəsi neçə olacaq? Pi R neydi? Kvadrat. Demişdi də bunu. Düzdür. İndi esyan ne olacaq? Esyan. Hündürlüğü H-dir. Oturacağın perimetri esyan neydi? P vurur H-dir. Düzdür. Baxın. Bu perimetr, bu estan, bu da həcm. İndi qulaq asaq. 2 pi R ne olacaq? H olacaq. Estan olacaq. 2 pi R H. Üstə gəl 2 S oturacaq. 2 pi R'in kvadratı. S oturacaq, bu da H. Düzdür? Həcm ne olacaq? Heç çəkinməyə ehtiyac yoxdur. Pi R kvadratı deyildi. Dedim burada H. Yani oturacağın sahəsi vurulsun H. Bəs diagonal kəsi deyəndə A, B, C-də nəzərdə tutulur. Bura R-dirsə, burada R-dir. S diagonal kəsi neçə olacaq? 2R vurulsun H olacaq. Başa düşdünüz? Gəlin bir misal göstərək. Tutaq ki, bir silindir verilir. Bu silindirin səliqəni çəkək. Radiusu 5'dir. Hündürlüğü de 6 olsun. Birinci diagonal kəsi bura neçə olacaq? 10 olacaq. Diagonal kəsi, S diagonal kəsi olacaq 10 vur 6 60. Oturacağının sahəsi S oturacaq. Neçə olacaq? Pi R kvadratı. Yəni 25 pi. Uzunluğu neçə olacaq? 10 pi. 2 pi R. 2 pi vur 5. Aydındır? Hər şey aydındır? Bir də devam edək. İndi esyan necə tapalım? Biz esyan həcmi tapalım. Uşaqlar, esyan tapanda düsturumuz nə idi? 2 pi R H. 2 pi R 5'dir. H da 6'dır. Yəni 2 vur 5 10 vur 6 aferin 60 pi. Pi 3 tam %14'dir. Əgər 3 verirsə qoyacaq yerinə. Amma verməsə pi ilə saxlayacaq. Heç bir qorxusu yoxdur. Estan nə demək? 60 pi'nin üstünə gəlirəm. 2S oturacaq. Yəni 50 pi. Neçə eləyəcəm? 110 pi. Həcmi necə tapacaq? Həcmi də buradan yazıram. Pi R kvadratı
karşı. Və ya da oturacağın sahası 25 pi vurulsun 6. Yəni 150 bu bəzi şagirdlərə çətin deyil, məsələn çətin deyil. Yəni hər bir şeydir. Yəni baxın, biz oturacağın sahəsi, perimetrin, sahələr perimetri bilirlər. S-yanı bildim, S-tan budur, həcm budur. İstəyir bu paralelipiped üçün olsun, istəyir puf üçün olsun, istəyir silindir olsun. Rahat qoysan yerinə, bütün düsturlar özləri alınır. Sonra misal deyən olanda tətbiq edirəm, rahatca tapır. Biraz cüzdə əziyyət etmək lazımdır, aydındır. Ümid edirəm ki, izləyicilər də başa düşdü. Diqqətinizə görə minnətdarım. Sağ olun.